Salam dostlar, bugün Pensilvaniya ştatının Philadelphia şəhərinə gedirəm. Philly deyilir əslində şəhərin qısa adı. Pensilvaniya ştatının böyük şəhərlərindən biridir. Paytaxtı deyil, paytaxtı səhv eləmirəmsə Harrisburgdur, amma mən getdiyim şəhər Philadelphia. Orada bank proyekti var, hansı ki bundan əvvəl sizə video çəkmişdim gördüyüm işləri. Orada da aşağı yukarı eyni işlerdi. Bu barədə dedim sizə video çəkim, həm Philadelphia ilə bağlı biraz fikirlərimi deyərəm gedəndən sonra. Çünki mən orada 2018-də olmuşam. Bostondan Los Angeles'a gedəndə prosto keçmişəm oradan, olmuşam da demək olmaz. Yəni belə gəzməmişəm, amma bu dəfə bir həftə olacağım demək olar ki. Həm işləyəcəm, həm oteldə qalacağım. Baxacağım görüm necə şəhərdir. Qaraların çox yaşadığı yerdir deyirlər. Mənim bir dostum var, o dedi. Amma açığı getməmiş, görməmiş deyə bilməyəcəm necə bir yerdir. Görə hal-hazırda aeroportdayım. 1 saat yarımlıq uçuşum var Charlotte'dan Philadelphia'ya. Səhər saat 6 dedim, 7'ye işləymişim. Saat yarım buradan Philadelphia'ya uçacağım ve çok qəşəng yağışlı havadır. Səyahətin olmazsa olmazı Starbucks, bir kofe, bir də croissant. Bunu adət halına gətirmişəm artıq. Hər uçuşdan əvvəl bunlardan bir dənə hot latte alıram, bir dənə də croissant alıram. Babat növbə var. Reporting all groups and all passengers for Buffalo Flight 1203 here at HC-14. If you have a confirmed seat, you need to board at this time. The final boarding call for flight. Deməli, videonu sonlandırmadan öncə sizə Amerikada işlə bağlı səyahətdən danışmaq istəyirəm. İlk öncə deyim ki, səyahəti, əgər işlə hər hansı bir şirkətin işini görürsünüz və bu şirkət üçün səyahət edirsinizsə, bu şirkət sizin üçün bilet alır birinci növbədə, ikinci növbədə oteli təşkil edir. Yəni normalda belə olur və hər hansı bir konferansa gedirsinizsə, məsələn mən keçən aprel ayı səhv eləmirəmsə bir dənə konferansa getmişdim Vegasda. Məsələn onu şirkət hər şeyini, taksidən tutmuş hər şeyini özü ödəyirdi. Zaten orada administrativ direktordum, yəni şirkəti idarə edən mən idim. Zaten bunun üçün onlardan, yəni özümün biletini, hər şeyini aldım. Yəni bir şirkət hesabına. Amma demək istədiyim odur ki, şirkət bunu ödəməlidir. Və hal-hazırda işlədiyim şirkətdə də otel tutulublar, yaxşı yerdə otel tutulublar. Həmişə mən məsələn fikir verirəm ya da ki bəzi məsələn bu tipli işlərdə səyahət edən uşaqlarla əlaqə saxlayanda həmişə deyirlər ki, yəni otel biraz başqa şirkətlərdən nəzərdə tuturam. Yaxşı deyil, nə bilim, ucuz otel tutulur, problemli ərazidə, yəni təhlükəli ərazilərdə tutulur. Amma hal-hazırda mən iş gördüyüm şirkət çox super yerdə oteldə tutur, yaxşı təyyarələrə, yəni yaxşı hava yollarından bilet alır. Hal-hazırda məsələn American Airlines'dan da biletim və 1 saatdan uçuş başlayır. Biraz tez gəlmişəm çünki növbə çox idi gördüyünüz kimi. Nəysə, deməli otel tuturlar, təyyarənin biletini alırlar və sizin məsələn işlədiyiniz vaxtı, məsələn o sahə hansı ki siz bu saat başına pul alırsınız deyə də işlədiyiniz vaxtı saatına görə pulunuzu alırsınız. Bu normal bir şəkildə. Və bundan əlavə, məsələn, evdən çıxıb otelə çatdığınız ana qədər travel, yəni səyahət vaxtı sayılır və bunun üçün də pul verirlər. Plus bundan əlavə səyahətdə olduğunuz üçün per diem deyilən bir şey var. Yəni yemək pulu, yəni belə deyək, yemək xərclər pulu belə deyə də bunun pulunu verirlər. Məsələn $125 bu şirkətdə, amma normalda $50 və $200 arası bir xərc olur. Yəni şirkətlərin ortalaması belə deyək. 50-dən də aşağı olanlar olar, $30 ola bilər, amma $30 heç nə düşmür bu günümüzdə.
Per diem pulu verirlər, yəni yemək pulu və ya gündəlik xərclik pulu. Çünki evdə deyilsiniz, evdən kənardasınız və sizin pulunuzu şirkət ödəməlidir. Və bundan əlavə taksi və ya Uber, hər hansı bir xidmətdən istifadə edirsiniz, aeroporta getməyə və ya işə getməyə, maşın kirayələyirsiniz, bunu şirkət verir. Yəni bu bir də ki, bu məsələn travel vaxtı, hansı ki evdən çıxıb gəlirsiniz aeroporta, aeroportdan təyyarəyə minirsiniz, gedirsiniz başqa ştata, başqa şəhərə, orada gedib otelə check-in, yəni oteldə normalda check-in vaxtı 3 saat 3-də olur. Həmin 3-ə qədər səyahət vaxtının pulunu normal sizin qazandığınız pulla verirlər. Yəni işlədiniz, işləmədiniz, eyni pulu verirlər. Məsələn, saatına nə qədər pul alırsınızsa onu verirlər. Yəni Amerikada yox, mən bildiyim Avropada da belədir. Sadəcə sizə məlumat vermək istəyirdim ki, yəni əgər Amerikaya gəlmisinizsə, işlə bağlı səyahət edirsinizsə, bu barədə məlumatınız olsun. Bu məbləğlər şirkətə görə dəyişə bilər. Hər şirkətin fərqli qaydaları var, hər şirkətin fərqli ödəmə sistemi var. Bəziləri az ödəyir, bəziləri çox ödəyir, amma bunları ödəyir. Oteli, təyyarəni, yeməyi, nəqliyyat vasitəsini, yəni kirayə və ya taksi xidmətini və sizin evdən çıxıb evə qayıdana kimi bütün pulunuzu ödəyir, belə deyək. Amma məsələn, evdən çıxıb otelə yerləşdiniz, oteldən sonra çıxıb yəni hansı ki ofisə ya da ki hansı yerdə harda işləyəcəksinizsə ora çatana qədər səyahət pulunu ödəyir, oradan da zaten normal iş pulunu ödəyir. Bu kimi videolardan xəbərdar olmaq üçün kanala abunə olun və bildirimləri açmağı unutmayın. Sizdən heç bir ödəniş tələb edəməyən, sizin mənə amma motivasiya verəcəyiniz bəyənmə düyməsini basın və hər hansı bir sualınız varsa rəylərdə bildirin. Rəylərin hamısını zaman-zaman oxuyuram və maksimum dərəcədə sizə faydalı videolar çəkməyə çalışıram. Görüşənədək.